Hazreti Peygamberimiz Allah'ın salamı olsun ona ve pak əhl-i beytinə bir hadis-i şərifdə buyurur ki, bir şeyi bilmədən danışan şəxsə göyün və yerin mələkləri lənət oxuyar. Bu hadis bizə bir daha xatırladır ki, insan gərək bilmədiyi şey haqqında sussun, danışmasın. Cəmiyyətdə bəzən elə şəxslər var ki, sanki elə düşünür ki, fikir bildirməsə dəyərsiz olacaq. Mütləq fikir bildirməlidir. Ona görə də doğru, düzgün olmasından asılı olmayaraq öz fikrini bildirir. Bu da belə olduğu halda səhvlərə gətirib, xətalara gətirib çıxarır. İnsan bir şeyi deməzdən əvvəl dəqiqliyin yoxlamalıdır. Xüsusilə dini məsələlərdə daha diqqətli olmalıdır. Çünki din məsələsi ciddi bir məsələdir. İnsanların axirəti ilə məşğulsansa, axirətinə aid olan bir məsələdirsə və ya elə bir yerdə bir söz deyərsən ki, onu düzəltmək çox çətin olar. Məsəl üçün, bir dostluğa bir söz deyərsən, zəng edib təzədən deyərsən ki, o səhv dedim, o elə deyildi, belə idi. Amma bəzən elə bir yerdə, elə bir şeyi səhv deyərsən ki, bu nə olar? Böyük fəsadlara yol açar. Ona görə bir şeyi deyərkən mütləq şəkildə sən onu dəqiq bilməlisən. Dəqiq bilməlisən, ondan sonra sən onu deyə bilərsən. Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ buyurur ki, haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə. İnne's-sem'a vel-basara vel-fuada kullu ulaika kana anhu mas'ula. Şübhəsiz ki, qulaq, göz və qəlb bunların hamısı haqqında sorğu-sual olunacaqsan. Bunların hamısının məsuliyyətini daşıyırsan. Ona görə insan bilmədiyi şey haqqında nə etməlidir? Bilmirəm deməlidir. Deməlidir, bilmirəm. Hətta alimlər arasında belə bir söz var ki, bilmirəm demək elmin yarısıdır. Elmin yarısıdır. İnsan ki, bilmirəm deyə bilmirsə, deməli, təkəbbürlü insandır. Qorxur ki, bilmirəm deyəndə deyəcəklər ki, bilmir. Bu qədər oxuyub gəlib bizə nə bilim, söhbət eləyir, bir dənə sual verdi, bilmədi. Ona görə insan bilmədiyi şeydə əgər bilmirəm deyə bilmirsə, onun əxlaqi çatışmazlığı var. Yəni, nəyi var? Təkəbbürlüyü var. Egosuna görə demir. Egosunu qəbul eləmir ki, desin ki, mən bilmirəm. İnsan, hətta alimlərdən var ki, bəzilərindən sual soruşanda yüksək səslə deyirmiş ki, bilmirəm, gərək gedim, baxam. Öz nəfsini də bundan əzərmiş. Ona görə bizlər də, bizim boynumuzda vəzifələrdən biri budur ki, dəqiq bildiyimiz sözü deyək. Dində olan bir çox şey, problemlərin kökündə bəlkə də bu yatır ki, insanlar öz, belə deyək, bilməməzliyi üzərindən, təkəbbürləri üzərindən, elmsizliklər üzərindən bəzi çaşqınlıqlar yaradıblar. Bu da getdikcə böyüyür. Məsələn, nə qədər belə bir şeylər var cəmiyyətdə. Nə qədər belə düz olmayan şəri məsələlər var. Xüsusilə dəfn məsələsində, qusul məsələsində, nə bilim, dəstəmaz məsələsində, namaz məsələsində belə şeylər var. Deyiblər, bu olmaz və yaxud da bu olar, onlara olmaz deyiblər, olmaza olar deyiblər, aləmi qatıblar bir-birinə. Ona görə bir şəri hökm deyəndə, bir əqidəvi bir məsələ deyəndə, bir halal-haram məsələsi deyəndə, onu mütləq şəkildə bizim söykənəcəyimiz olmalıdır. Hamısından yaxşı nədir? Bildiyimiz şey, yəni 100% bilirsə deyək,
100% bilmiriksə, orada faizi azdırsa, onu dəqiqləşdirək, ondan sonra deyək ki, bizim boynumuzda məsuliyyət var. Dediyimiz hər bir sözdə, hər bir kəlmədə biz məsuliyyət daşıyırıq. Dediyim kimi, xüsusilə də tali yüklü məsələlərdə, xüsusilə din mərkəzli məsələlərdə biz daha çox məsuliyyət daşıyırıq. Ona görə də bilmədiyimizi deməyək ki, o hədisdə dediyi kimi, hər kəs bilmədiyi şeyi danışarsa, yerin göyün mələkləri ona lənət oxuyar. Görün, nə qədər ciddi məsələdir ki, nə qədər ciddi bir məsələdir ki, yerin də mələkləri, göyün də mələkləri ona lənət oxuyar. Bu çox ciddi məsələdir ki, lənət məsələsi də burada özün göstərir. Allah Teala bizləri bildiklərimizi danışan şəxslərdən qərar versin inşallah. Allah Teala bizləri bildiklərimizə əməl edən möminlərdən qərar versin. Amin, amin, amin ya Rabbal aləmin.